Şəmkir rayonunun 17 kəndi şaxtalı hava şəraitini təbii qazsız, hətta külək əsdiyi işıqsız keçirirlər. Əməkdaşlarımız yaranmış problemlə bağlı Bayramlı kəndində olub. Kənd sakinləri vəziyyətlərinin dözülməz həddə çatdığından şikayətlənib. Çox pis vəziyyət. Neçənci ildən qaz yoxdur? 92-dən. Qazımız yoxdur, 25 il olar da sən. Heç nə, çox. 24 il. Evdə körpə uşaq var? Var, əlbəttə. Soyuq gündə neyinirsiniz körpə uşağı? Elə meyvə ağacını kəsirik, yandırırıq, məhəllədə ağac da qoymamışıq, yandırırıq. Bax, başlayıblar. Cəmaatın da pulunu, bu fəhlələrin pulunu vermədilər. Onlar da yarımçıq qoydu, vardı, getdilər. Ondan sonra bu bizim bu kəndin qırağında cəmaata artisan qazılasıdır. Gətirib yerini eşəliyiblər, əmbə qazmayırlar, çıxıb gedirlər. Yəni bizim cəmaat hər tərəfdən vəziyyət bizə. Bizim qazımız yoxdur. Bizə odrumuzu da tapan yandıramırıq. Vallahi belə şey olar mı? Bizə də bir şərait yarasın, qaz versinlər bizə də. Əməkdaşlarımız məsələyə kənd bələdiyyəsi və İnzibati Ərazi Dairəsi nümayəndəliyindən aydınlıq gətirmək istəsə də, iş vaxtının olmasına baxmayaraq heç kəs yerində olmayıb. Daha sonra Şəmkir rayon qaz istismar idarəsinə üst tutan əməkdaşlarımız adı çəkilən idarədə də iş zamanı heç kimi yerində tapmayıb. Gördüyünüz kimi, məsələyə münasibət bildirmək üçün Şəmkir rayon qaz istismar idarəsində olduq. İş vaxtı olmasına baxmayaraq, qaz istismar idarəsinin rəisi və baş mühəndis yerində olmadı. Bir qədər gözlədikdən sonra isə Qaz İstismar İdarəsinin baş mühəndisi Ələddin Hüseynov məsələyə münasibət bildirib. Havaların soyulmasına əlaqədar tələbata uyğun olaraq lazım olan qədər təbii qazla təsis olunur. Hal-hazırda 557.565 minə qədər təbii qaz əhali tərəfindən istifadə olunur. Əməkdaşlarımız elektrik enerjisi ilə bağlı məsələyə aydınlıq gətirmək istəyərkən, Şəmkir rayon elektrik şəbəkəsində daha çətin vəziyyətlə üzləşib. Şəbəkənin rəisi nəinki məsələyə münasibət bildirməyib, hətta biz televiziya tanımırıq deyə bildirib. Əməkdaşlarımızın tələbindən sonra onları qəbul edən şəbəkənin satış üzrə müavini isə açıq-aşkar müsahibə verməkdən imtina edib. Müsahibə də vermək istəmişsin. Yox, nə edirsin müsahibədə? Şəkil iş üçün yox, ancaq. Yox, biz sizdə nə xahiş edirsin? Bizdə belə qəzetçi döyük, yəni sizdən istərinə məlumat elə, onu telefonla da. Bir günləri mən o video deyiləm, o çəkilmək orada göstərmək istəmirəm. Biz gördüyünüz kimi yaranmış vəziyyətlə Şəmkir rayon elektrik şəbəkəsinin rəisindən məsələyə aydınlıq gətirmək istədik. Çox təəssüflə qeyd edək ki, Şəmkir rayon elektrik şəbəkəsinin rəisi qəbul etmədi. Şəbəkənin enerji satış üzrə müavini qəbul etsə də bizi müsahibə verməkdən imtina elədi. Qeyd edək ki, bu cür üzdən İraq idarə müəssisə rəhbərləri dərk etmir ki, jurnalist Azərbaycan Respublikasının qanununa müvafiq olaraq öz peşə fəaliyyətini yerinə yetirir. Onun peşə fəaliyyətinə mane olmaq və ya verilən suala cavabsız qoymaq Konstitusiyanın 50-ci maddəsinə, kütləvi informasiya vasitələri haqqında qanunun 8-ci maddəsinə ziddir. Bu isə ölkədə söz və mətbuat azadlığının qarşısının alınması deməkdir. Nəriman Hüseynov, Kamran Əskiparalı, Rüfət Dağıyev, Şəmkir.